Gəlin bugün Derna daşqınına baxaq. Amma bu sadəcə bir xəbər başlığı deyil. Bu əslində hamımız üçün çox vacib bir dərsdir. Gəlin birlikdə bu hadisənin dərinliklərini enək və əslində nələrin baş verdiyini anlamağa çalışaq. Baxın, bu kadr, bu sadəcə bir şəkil deyil. Bu, bir şəhərin gözümüzün qabağında necə yox olduğunun acı sübutudur. Hər tərəfə səpələnmiş maşınlar, palçıq altında qalmış evlər, fəlakətin o ilk sarsılıcı təsiri bütün çılpaqlığı ilə ortadadır. 1/4. Bəzən bir rəqəm minlərlə sözdən daha çox şey deyir. Bu rəqəm əslində dəhşətin miqyasını göstərir. Təsəvvür edin, bütün bir şəhərin 1/4 sadəcə bir neçə saata yox olub, sanki xəritədən silinib. Yaxşı, bəs bütün bunlar necə oldu? Hər şey Daniel adlı güclü bir qasırğa ilə başladı. Amma problem təkcə yağış değildi. Əsas zərbə o yağış sularının şəhərin yuxarısındakı iki köhnə bəndi partlatması oldu. Və milyonlarla kub metr su birbaşa Derna şəhərinin üstünə axdı. Amma dayanın, hekayə burada bitmir. Əgər bunun sadəcə bir təbiət hadisəsi olduğunu düşünürsünüzsə, yanılırsınız. İndi gəlin, pərdə arxasına baxaq, qasırğanın arxasındakı əsl səbəbləri araşdıraq. Və bu bizi əsas suala gətirib çıxarır. Bu, həqiqətən də sadəcə təbii fəlakət idi. Yoxsa bu faciənin baş verməsində başqa amillər, bəlkə də insan amili var idi. Baxın, məsələni anlamaq üçün tərəzinin iki gözünə də baxmalıyıq. Bir tərəfdə, bəli, Daniel qasırğası kimi nəhəng bir təbiət gücü var. Amma o biri tərəfdə 10 illiklər boyu yığılıb qalan insan səhvləri var. Yanlış şəhər salma, riskli ərazidə tikinti, bir də o quraq iqlimin yaratdığı saxta bir arxayınlıq hissi. Bax, bu ikisi toqquşanda fəlakət qaçılmaz olur. Problem nə idi bilirsiniz? Şəhər Vadi Derna deyilən qurumuş bir çay yatağının üstündə tikilmişdi. Yəni, əslində suyun təbii yolunun tam ortasında. Uzun illər güclü sel olmayınca hamı elə bilib ki, heç vaxt olmayacaq və beləcə evlər, yollar, bütün bir həyat birbaşa təhlükənin qucağında qurulmuşdu. İndi isə hekayənin məncə ən heyrətamiz hissəsinə gəldi. Yaxşı, fəlakət oldu. Hər şey məhv oldu. Bu total xaosun içində insanlar bir-birinə necə kömək etdi? Xilasedicilər işlərini necə gördü? Cavab texnologiyadadır. Təsəvvür edin, şəhər tamamilə dağılıb. Nə telefon işləyir, nə internet var, nə də yollar açıqdır. Hər şey bir-birindən qopub. Belə bir vəziyyətdə xilasetməni necə təşkil etmək olar? Kimin harada köməyə ehtiyacı olduğunu necə bilmək olar? Bax, məhz bu anda səhnəyə güclü bir xəritə çəkmə texnologiyası çıxdı. Söhbət GIS-dən gedir, yəni coğrafi informasiya sistemi. Qəliz səslənir, bilirəm, amma əslində çox sadə bir məntiqi var. Bu texnologiya sanki bir super xəritədir. Pek şəkillərini, ərazi məlumatlarını, dağıntı haqqında dataları hamısını bir yerə yığıb bizim anlaya biləcəyimiz vizual bir mənzərəyə çevirir. Və budur nəticə. Bu xəritə sadəcə rəngli nöqtələr və xətlər yığını deyil. Bu, xaosun nizamlanmış formasıdır. İlk dəfə olaraq xilasedicilər bu xəritəyə baxıb dağıntının əsl miqyasını anladılar. Artıq kör-köranı axtarış yox idi. İndi ortada bir plan var idi. Gəlin bu xəritanı deşifr edik. Baxın, o mavi rəngli geniş sahə suyun basdığı bütün ərazidir. Hər bir qırmızı nöqtə bu bir ailənin dağılmış evidir. Narıncılar zərər görmüş binalardır. Və o qırmızı narıncı xəttlər onlar artıq mövcud olmayan yollar və körpülərdir. Diqqət yetirsəniz dağıntının böyük hissəsi məhz o qurumuş çay yatağı boyunca cəmləşib. Yaxşı, bu xəritənin necə istifadə etdilər? Proses çox məntiqli idi. Birinci addım, peyk görüntüləri ilə zərərin tam xəritəsini çıxarmaq. İkinci addım, suyun hara axdığını simulyasiya edib növbəti riskləri hesablamaq. Və üçüncü ən həyati addım, bütün bu məlumatlar əsasında xilasetmə qrupları üçün ən təhlükəsiz, ən sürətli yolları tapmaq. Hansı körpü uçub, hansı yol bağlıdır, hamısı bu xəritədə idi. Beləliklə, bütün bu dəhşətli hadisədən biz nə öyrənirik? Derna fəlakəti bizə hansı əsas dərsi verir? Gəlin indi yekunlaşdıraq və məlumatın necə həyat qurtaran bir qərara çevrildiyinə baxaq. Bu iki görüntü əslində bütün hekayəni danışır. Soldakı şəkil, bu xaotik reallıqdır. Ümidsizlik, dağıntı, sağdakı xəritə isə o xaosun məntiqə, plana çevrilmiş halıdır. Texnologiyanın möcüzəsi də budur. O, qarmaqarışıqlığa aydınlıq gətirir və bizə hərəkət etmək üçün bir yol xəritəsi verir. Və bu cümlə, düşünürəm ki, hər şeyi mükəmməl ifadə edir. Ən böyük dağıntılar qarşısında belə məlumat bərpa yolunda atılan ilk addımdır. Yəni, hər şey bitmiş kimi görünəndə belə
Əlimizdəki doğru data o qaranlıqda yandırdığımız ilk şamdır. Bizə haradan başlayacağımızı göstərir. Və sonda gəlin bu sual üzərində düşünək. Dünyada şəhərlər getdikcə Derna kimi riskli bölgələrdə böyüyür. Bu reallıqla üz-üzəyik. Bəs belə bir gələcəkdə texnologiya bizim bu cür fəlakətlərdən qorunmaq üçün ən güclü qalxanımız ola bilərmi? Bu barədə fikirləşməyə məncə həqiqətən dəyər.